На какой вопрос можно найти ответ в tексте? Dinləmə mətnimizdə dediyimiz kimi Maqsud İbrahimbəyovun 90 illiyinə həsr olunan Neftяной bum улыбается всем, yəni hərfi tərcümə etsək, neft partlayışı hər kəsə gülümsəyir adlı festivalın keçiriləcəyi haqqında ətraflı məlumat verilir və həmçinin festivalda Maqsud İbrahimbəyovun eyni adlı piyesinin tamaşası göstəriləcəyi və bu festivalda bir çox incəsənət xadimlərinin iştirak edəcəyi haqqında məlumat verilir. Mətnimizdə sualına cavab tapacağımız variantımız какому событию посвящен фестиваль «Нефтяной бум улыбается всем» sualdır. Digər variantlarımız как называется спектакли, поставленный в Музее современного искусства, сколько людей приняло участие в проведении фестиваля, когда был создан Музей современного искусства Баку, какие rejissörü поставили миниатюры в центре İbragimбекова suallarının mətndə cavabı yoxdur.